Bunun təyinatı qrup hədəflərini vurmaq üçündür. Qrup hədəfləri üçün nəzərdə tutulur. Əsasən toplanma rayonlarında yerləşmiş düşmanın canlı qüvvəsini, atəş vasitəsilə döyüş texnikasını, ondan sonra artilleriya bateriyalarını, minaatan bateriyalarını, istehkam qurğularını dağıtmaq və məhv etmək üçün nəzərdə tutulan bir silahdır. 3 aylıq hazır dövr keçirilir. Həmin hazır dövrün ixtisasına uyğun olaraq ixtisaslara dərslər fənlər keçirilir. Onları keçirilən dərslər böyük işdə bizə çox köməkli göstərir. Hansı ki, bizə dərslərimizə döyüş hazır planında müvafiq işləyəndə bizə yəni normal qalan eləyir. Yəni heç bir problem yox. Çocuk kazandıkta güzel. Onun kanı yerde kal, kanı yerde kal. Kalmaz, konen ölmeyecek. Onun kanı onun kanı ananı erimenden, ananı erimenden, kanını alıp öz dünyam benim sevdiğim vardı, benim sevgilim vardı ama ben şehit oldum, yerim güzeldi. Kazandıkta güzelsin görüyorlar. Onun kanı yerde kalmaz. Kalmaz, konen ölmeyecek. Onun kanı ne aparın? Aparın ananı erimenden, kanını alıp durun böyle kabarın. Seni tek koydum, vatan, vatan sağ olsun. Vatan, vatan sağ olsun. Benim çok deyilecek sözlerim vardı, yüreğimde kaldı. Benim bir vatanım var, Azerbaycanım, doğma diyarım. Ana, ben şehit oldum, yerim güzeldi. Tek ağlama canım, canım sevgilim, bağışla beni, seni tek koydum ana. Ben şehit çok deyilecek sözlerim vardı, yüreğimde kaldı. Benim bir vatanım var, Azerbaycanım, doğma diyarım. Ana, ben şehit oldum, yerim güzeldi. Tek ağlama canım, canım sevgilim, bağışla beni, seni tek koydum ana. Ben şehit oldum, yerim güzeldi. Tek ağlama canım, canım sevgilim, bağışla beni, seni tek koydum. Vatan, vatan sağ olsun. Vatan, vatan sağ olsun. Vatan, vatan sağ olsun. Vatan,
vətən sağ olsun. Onun kanı yerde kalmış. İnşallah. Lazımdır ne gecerim bana. Arkadan bilere beni ayaklansı yuvarım bana. Bana ne etsin ne lazımdır ben ana eliyerim bana. Ona göre balaları benimle büyütmüşüm bana. Ellerle bana. Dayıları saklayıp balaları nice büyüyüp nece terbiyeli ağıldı. O cilkisiyle gözüm ve Allah bendesi sevmiştim benim için. Balarımı denesin bala. Senden teselli bir zabit mundiri, bir cüt ulduzlu aylı pagonla. Senden teselli bir zabit mundiri, bir cüt ulduzlu aylı pagonla. Ay vermene Cenab Leytinant, ay vermene leytinant. Hoş müjdeli bir savaştan pay vermene leytinant. O gün gelecek gəm yemə, gəm yemə. O vaxt dönəcəm mən sənə, mən sənə. Hələ yad əldədir yurdumuz, yuvamız. Bitib tükənməyib o qan davamız. Hələ yad əldədir yurdumuz, yuvamız. Bitip tükenmeyip Ben özümle gelirim, ağla gelir. Gelirim, gelirim durarım onda. Yanı bayrağı götürür, yerim vətən var. Vətən var, kırmızı bayrak onda. Leytinant, hoş müjdeli bir savaştan pay vermene leytinant. Kısas, son kısas, yetmeyip, yetmeyip. Savaş, son savaş, bitmeyip, bitmeyip. Sen gel yanındaki çattığım ocağı. Odu emirtisi, hele keşmeyip. Sen gel Vətən içindir, oğul əti vətən içindir. Hadi o balımın bir çırağı yan seni. O evde arzuları var idi, o arzularına çata bilmədi. Arzu arasının yarımçılık kaldı, balamın da arzu kardeşinin de arzu yarımçılık kaldı. Bala, bütün hayatımız niye böyle geldi görəsin, niye bunları Ay tarih? vermene leytinant, hoş müjdeli bir savaştan pay vermene leytinant. Ay vermene Cenab Leytinant, ay vermene leytinant. Hoş müjdeli bir savaştan pay vermene leytinant. Ay vermene Cenab Leytinant, ay vermene leytinant. Hoş müjdeli bir savaştan pay vermene leytinant.
şəhidlərimizin qarşısında biz baş əyirik. İnşallah çox keçməz, onların qisasını biz alarıq. Ərazi bütövlüyümüzü bərpa eləyərik inşallah. Bu qələbə sorağı bizə çox yaxındadır. İnşallah o günü yaxınlıqda gözləyirik. Ali Baş Komandanımız əmr verəcək, əmrə biz əmrin icrasına biz hər zaman hazırıq. Biz veteranlar. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Şəhidlərimizin qisasını yerdə qoymayacağıq. Yəni biz köhnə döyüşçülər kimi və şəhidlərin qarşısında söz veririk ki, biz onların qisasını tez bir zamanda alacağıq və işğal olunmuş torpaqları son metrinə qədər düşmən tapdağından azad edəcəyik. Allah cəmi Azərbaycan şəhidlərinə rəhmət eləsin. Allah rəhmət eləsin. Yerləri cənnət olsun. Bir vətən övladının ziyarəti hər bir döyüşçünün borcudur. Bugün vətənin Zəngilanı, Biləsuvarı, Şuşası, Qubadlısı yoxdur. Azərbaycanı var. Azərbaycan uğrunda şəhid olmuş, Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olmuş bütün qardaşlarımızın qarşısında baş əyirik. Bu günlərim şəhid Rəşad Mahmudovun 40 mərasimidir. Və Bakıdan gələn qazilər bu günlərim tam şəhid üçün gəldilər. Bu şəhid haqqında bir balaca, biz bir-birimizə görə dayısısınız, özünüzü təqdim edin. Şəhid haqqında bizə bir balaca. Rəşad nələri sevirdi, onu həmişə nəyi müzakirə edirdi, nəyi xoşlayardı, balacalıqda necə böyük xoşlayardı? Mən Hikmət Hüseynov, Rəşadın dayısıyam. Rəşad 95-ci ildən 3 yaşından Bakı şəhərindən Sumqayıt şəhərinə olan köçdülər. Elə oldu ki, bunların xəbər gəldi ki, ataları bunları yoxa çıxmışdı 95-dən. Məni çağırdılar, mən getdim şəhərə, getdim bacımı, bir də bunlar 2 qardaşlar. Bir qardaşı 15-16 yaşında rəhmət edib, ehtiyatsızlıqdan. Getdim 3 yaşından bunları gətirdim, mən dayısı, mənim himayəmdə bunlar qalıblar. Rəşad uşaqlıqdan, balacalığından elə, Rəşad nətər deyibsə, belə təhkimli, tərbiyəli, qanacaqlı, qabiliyyətli uşaq idi, vətənpərvər uşaq idi. Elə oldu ki, böyüdü, başa çatdı, 1-ci sinif məktəblə, bizim orta məktəblə məktəbə gedib. 7-ci sinifdən, 8-ci sinifdən də bunun öz könlü hərbiyə idi. Həqiqətən də mənim özüm də könlüm hərbiyə idi, uşaqlarımı hərbiçi edib. Bir oğlum da mənim daxili qoşunlarda xidmət edir hal-hazırda. Rəşadın Cəmşid Naxçıvanski adında bir dayı məni liseyə apardı. Mən də apardım onu Cəmşid Naxçıvanski liseyə qəbul oldu. Orada da əla məktəblərini başa vurdu. Oradan da Heydər Əliyev adına akademiyaya qəbul oldu. Akademiyanın da fəxri diplomla, ondan sonra müəllimlərinin dəfələrlə yanında olurdum. Oranda əla qutararaq birbaşa Tovuz şəhərinə ezam olundu, Cəbhə bölgəsinə. O vaxtdan bu vaxta kimi Rəşad gəlir, gedirdi, dayı bacı oğlu kimi, yəni nə dayı bacı olur. Mənim öz 3 oğlum, övladım var. Rəşad onlardan 2 yaş böyükdür. Mən onu böyük övladlarından da çox istəyirdim. Böyük övlad kimi onu verdim. Həmişə gəlib gedirdi evə. 3 il bundan qabaq da gəldi. Bir də dayı, yaşım da həddi keçir. Mənim ev də lazımdır. Düzdür, mən 28 yaşım var, mən sənin himayəndə yaşayım. Axır geçdik burada həyat oldu. Elə oldu ki, bunun evinə başladım. Özü də evin tikişində, fundamentində bir yerdə iştirak etmiş. Özü əllərindən daşın, simili, betonun bu işdə iştirak etmiş. Elə gedib gəlirdi, bir evlənmə kişi gəldi, 2 il bundan qabaq dedi, bir də bazılar yığışdırır, halaları, mən dayısı. Dedim, bunlar keçən evləndirəklərini, hərbidə Cəbhə bölgəsindəsin. Heç olmasa sabahın bir gün bilmə olmadı. Nəsə, elə fikir var idi. Nəsə birdən dayandı, dedi, yox dayı, bu evi tam qutarım, ondan sonra bu işə baxar. Belə oldu, axırıncı dəfədə bu ayın 2-sində, hansı ayın 2-sində? İyun bu axırıncı ayın 2-sində ad günü idi, zəyləşdik, təbrik elədik. Evdə də elə öz yoldaşım, bacısı, xalaları, evdə də biz tort pişirdik, telefonla danışdıq, təbriklədik, dedi, arxayın olun, hər şey öz qaydasındadır, yaxın vaxtlarda gələcək. Elə oldu ki, ayın 12-si keçib Buhay gəldi. Buhay gəldi, Allah bizi özümüzə inanmadı. Gənə onunla belə, gənə fəxr ki, bacım oğlu Rəşad, Azərbaycan torpaqlı tövlü uğrunda qəhrəmancasına şəhid olmuşdur. Bütün şəhidlərimizə rəhmət edirik.
Allah sizin də canınızı salamat etsin. Çox sağ olun ki, qazilər də bizi gəlib yad eləyirlər, bizim dərdimizə şərik olurlar. Allah bunların da canını salamat etsin. Uzun ömür, sizə də çox sağ ol deyirik. Bu bizim Azərbaycanlı borcumuzu, millətimizi, zəhmət olmasa Azad müəllim sizin Bizim bir vətənpərvər bir borcumuzdur. Azərbaycan Vətən Müharibəsi İnsanlar İctimai Birliyi olaraq İran rayon şöbəsinin sədri kimi bütün üzvlərimiz burada iştirak edir. Həm sədrin Məcburi Köçkün Rayonlar üzrə Səlahattin nümayəndəsi kimi böyüklə burada iştirak edirəm. Öz üzvlərimizlə, Zəngilan qaziləri ilə Allahdan şəhidlərimizə rəhmət diləyirəm. İnşallah əminəm ki, yaxın vaxtlarda Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edib, o mənfur düşmənləri torpaqlarımızdan çıxardıb, o şəhidlərimizin qisasını alacağıq. Bunu biz səbirsizliklə gözləyirik, biz hal-hazırda özümüz də gelib könüllü hərbi komisarlıqlarda yazılmışıq, könüllü, artıq bizə zəhlər də gəlir, tam qeydiyyata alıblar bizi. İnşallah yaxın vaxtlarda o şəhidlərimizin o gözü ağlar anaların biz sevindirəcəyik ki, sizin balalarınızın qisasını biz aldıq. Şəhidlər heç vaxt ölmür, şəhidlər hər zaman bizim başımızın üstündədir. Bir məsəl var, deyil, torpağa su töküləndə palçıq olur, qan töküləndə vətən olur. Bizim şəhidlərimiz öz qanları ilə bu torpağı yuyublar və inşallah onların qanı yerdə qalmayacaq. Allah Teala'dan sizə səbir diləyirəm, həmişə başınızı dik tutun, fəxr eləyin ki, sizin bacı oğlu, vətən uğrunda şəhid olur. O tək sizin yox, o bütün Azərbaycan olur. Bizim şəhidlərimiz bütün Azərbaycan olur. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Niye yanır bu ocaq? Yanıb külü qalacaq. Bilmirəm nə olacaq. Olanı xatirədir. Niye yanır bu ocaq? Yanıb külü qalacaq. Bilmirəm nə olacaq. Olanı xatirədir. Niye çıktı